Tarixçilərin, təhlilçilərin fikrinəcə ən çətin döyüşlər həmişə sülh uğrunda gedir. Bəli, müharibələrdə əvvəl də var, son da var və sonra danışıqlar başlanır. Amma sülh uğrunda gedən mübarizələr doğrudan da gərgin olur. Çünki bəzi hallarda bəzi qüvvələr çalışırlar bu prosesdə hər bir istiqaməti geriyə döndərsinlər. Amma sülhpərvər qüvvələr əlbəttə ki, bununla barışmırlar, bununla razılaşmırlar və məqsəd bir şeydən ibarət olur ki, post-müharibə dövründə sabitlik bir dəfəlik çöksün. Salam dəyərli tamaşaçılar, bizim müzakirə vaxtında bugünkü mövzumuz yenidən sülh haqqındadır. Çünki Azərbaycan dövlətinin rəhbəri Prezident İlham Əliyev bu prosesdə həm sülh gündəliyinin müəllifidir, digər tərəfdən Azərbaycanın təşəbbüsləri bu prosesə çox böyük imtiyazlı vəziyyətlər gətirir, çıxarır. Amma digər ki, Ermənistan tərəfindən hələ də biz səngimələrin şahidi oluruq. Bizim bugünkü həmsöhbətimiz, proqramımızın qonağı, siyasi elmlər üzrə mütəxəssis Nazim Cəfərsoydur. Nazim müəllim, bir daha mən sizi salamlayıram, xoş görmüşük və minnətdaram ki, siz bizim dəvətimizi qəbul etmişsiniz. Xoş gördük. Xoş gününüz olsun. Nazim müəllim, Ermənistanda indi çox qəribə proseslər, sözün əsl mənasında qəribə proseslər gedir. Söhbət nədəndir? Demək, Nikol Paşinyanın kursu bəllidir. O, hər halda sözdə Azərbaycan təşəbbüslərinə həm dəstək verir, digər tərəfdən onları alqışlayır. Amma qarşı düşərgədə bir növ belə bir fikirlər artıq baş alır ki, yeni parlamentdə gərək elə qüvvələr təmsil olunsunlar, ilk növbədə müxalifəti təmsil edənlər ki, onlar Ermənistanın maraqlarını daha böyük bir təpərlə qoruya bilsinlər. Çünki Azərbaycan tərəfindən Ermənistana təzyiqlər var. Və belə çıxır ki, güya bu təzyiqlər qarşısında Nikol Paşinyanın hakimiyyəti, onun partiyası bir növ çətinliklər yaşayır və əgər o müxalifəti təmsil edənlər söz sahibi olarlarsa, onların etibarı daha inandırıcı görünür. Ümumiyyətlə, bu vəziyyəti necə anlamaq olar? Yəni, müxalifət və onun arxasında duran bu ekspert kəsimi, sonra bəzi təhlilçilər, bunlar nə demək istəyirlər bundan ki, güya Nikol Paşinyan ölkənin maraqlarını tam şəkildə müdafiə edə bilmirmi? Bilirsiniz, Ermənistanda xüsusən həm siyasi, sizin dediyiniz məsələ, həm siyasi müstəvidə, həm ideolojik müstəvidə, həm geosiyasi müstəvidə, həm hərbi müstəvidə əsas fokuslanan məqam, müzakirə və ya Azərbaycan məsələsidir. Azərbaycan faktoru üzərindən hamı bir-biri ilə haqq hesabını Azərbaycan üzərinə çəkməyə çalışır. O deyir, sən Türkiyəni, Ermənistan Azərbaycana satırsan, bu deyir, yox, əslində siz satmışdınız. Ermənistan siyasətində bu ritorika Azərbaycan üzərindən yürüyür. Sizin biraz əvvəl dediyiniz məsələ də bunun növbəti nümunəsidir. Sadəcə parlament seçkiləri ilə yeni bir mərhələyə daşınıb, yeni bir məqama daşınıb. Burada, amma bir şeyi burada vurğulayım, indi vaxtımız gəldikcə ya da sırası gəldikcə o istiqamətlərə durur. Əslində, burada müxalifətin də, hakimiyyətin də içərisində bu fokuslanma, bir-birini ittiham eləmə məsələlərində. İttiham eləməsinə. Azərbaycan faktorunun bəlirləyiciliyi özünü müxtəlif istiqamətlərdə göstərir. Məsələn, indi hal-hazırda Ermənistanda parlamentdə millət vəkillərinin təmsil olunması filan prosesi bir neçə istiqamət, bir neçə motivi olan məsələdir. Birincisi, Paşinyan ölkə daxilində ona alternativ təşkil eləməyə çalışan, bu istiqamətdə onun hətta hakimiyyətdən düşsə, onun belə kəlmənin tam mənasıdır, qanını içməyə hazır olan müxalifəti, rəqibləri Allah bildiyincə təsisiz hala gətirib sistemin tamamən kənarına atmaq istəyir. Həm ideolojik olaraq, həm siyasi olaraq, həm iqtisadi olaraq, yəni bu prosesin tamamən, həm də hüquqi olaraq tamamən kənarına atmaq istəyir. Baş verən proseslərin bir istiqaməti budur. Diqqət edirsiniz, parlamentə düşməyən Sarkisyan haqqında, Sarkisyan haqqında cinayət məsuliyyətləri başlayıb. Onların zaten əldə etdikləri iqtisadi imkanlar müxtəlif cinayət motivlərinin və ya qanun xarici motivlərin bir parçasıdır. Çünki çox pul və bu pulun necə qazanılacağına bağlı ciddi sual işarətləri var.
hal-hazırdakı əlindəki hüquqi imkanları istifadə edərək və hakimiyyətdə olmasını istifadə edərək Paşinyan onu o müxalifətin iqtisadi gücünün önəmli bir hissəsini təşkil edir və eyni zamanda müəyyən mənada Ermənistanda oyun oynamaq istəyən müxtəlif xarici güclərin, xüsusən şimal qonşularının geosiyasi maraqlarının alətlərindən biridir. Paşinyan onu iqtisadi imkanlarını əlindən alır, azadlığını əlindən alır və beləcə onun üzərindən oyun oynamaq istəyən Ermənistan siyasətində qüvvəni belə deyək də imkanlarını məhdudlaşdırmağa çalışır. Bu məsələn Tərk silah eləyir də bir tərk silah eləyir, bəli, ümumi qısaca deyəcək. İkinci güc Samvel Karapetyandır. Bu son seçkilərdə güclü Ermənistan Partiyasının rəhbəri. Onun imkanlarını məhdudlaşdırmağa çalışır. Onun qardaşı oğlunu ciddi şəkildə onun özünün imkan vermədilər arasında seçkilərə girsin. Ev dustağıdır. Qardaşı oğlu parlamentdə Samvelin özün zaten şeylənmirlər. Yəni ev dustağıdır, seçkilərə buraxmadılar. Narik Karapetyanı seçilməyinə baxmayaraq parlamentə girib-girməməsi məsələsi hələ sual işarətidir. Çünki orada bir hüquqi mübarizə var ki, bu adam Rusiya vətəndaşı olub, ondan sonra bu qanunvericiliyə uyğun deyil filan, bu məsələ də şeylər. Sonra ona parlamentə problem çıxardacaq güclü Ermənistandan müxtəlif millət vəkilləri görürsünüz ki, deyir ki, biz vaz keçdik, parlamentə girmirik. Ermənistan sistemi deyilər ki, o fiqurları başqa fiqurlar əvəz edir həmin partiyadan. Yəni əvəz edici heyət var da, elə deyək, şey eləyir. Amma onları zəiflədirlər, onları güclü fiqurlar adətən qoyulur da. Onları zəiflətdikcə, onları təzyiq altına aldıqca yeni gələnlər də bu və digər strategik məsələlərdə hakimiyyətin dediklərini qismən dinləmək məcburiyyətində qalacaqlar. Yəni, məsələ bir də budur. Üçüncüsü də Ermənistan bloku dediyimiz yapıdır. O daha radikaldılar, daha açıq vasitədilər. Erməni lobbisi şimalda, müxtəlif şərqdə və qərbdə ki, erməni lobbisinin çox kritik bir şey var. Burada Paşinyanın məqsədi daxili siyasətdə bunları muma çevirməkdir. Parlament seçkiləri və sonrasındakı bütün hüquqi, siyasi, ideolojik vasitələrlə, geosiyasi faktorlarla bunu ciddi şəkildə ortadan qaldırmağa çalışır. Ciddi şəkildə. Bunda iki motivi var. Bir, Azərbaycanla və Türkiyə ilə normallaşmaq üçün konsolidasiyona ehtiyac var. Bu prosesdə, parlamentdə istədiyi nəticəni ala bilməyib. Bundan əlaqəlidir. İkincisi və göz ardı edilən bir şey var. Paşinyan sistemi özü üçün tamamən uyğun bir profilə çevirməyə çalışır. Hətta müəyyən ssenarilər var ki, orta və uzun vadədə Paşinyan bunu yarı prezident sülüdərəsinə keçirib, özü prezident olub, aşağıda bütün siyasi qüvvələri parçalı hala gətirib, özü, elə bil, onların belə deyək də, ortaq namizədləri kimi proseslərdə yer almaq istəyir filan. Bu məsələnin bir tərəfi bu. Ona görə qarşı tərəfi bu proseslərdə ən qəşəng vurmanın yolu hər iki tərəfin birinə Azərbaycandır. O deyir ki, siz təslimçilik elədiniz, ordu üçün heç eləmədiniz. Bir-birlərini itham edirlər. O birisi də onu şey eləyir ki, siz sən satmısan filan. Bu çox maraqlı bir prosesdir. Yəni, burada Koçaryanın, Karapetyanın və burada Qaqıq Çarkyanın və adı çəkilməyən müxtəlif fiqurların Azərbaycan əleyhdarlığı aydındır. Ancaq mənim diqqətimi cəlb elədiyim məsələ Paşinyanın bu prosesdə hərbi, siyasi, geosiyasi və iqtisadi baxımdan bir tərəfdən normallaşma deyərkən Azərbaycanın üçün təhlükə formalaşdıra biləcək müxtəlif strategik həmlələr atmasıdır. Bu çox əhəmiyyətli bir istiqamətdir. Vaxtımız varsa o istiqamətdə müəyyən məqamlar üzərində durarıq. Baxın, Nazim müəllim, seçkilər təzə keçib də, iyun ayının 7-sində seçkilər keçdi. Amma indiki bəzi o müxalifətin ruporları bir ucdan deyirlər ki, cəmiyyətin də burada böyük təqsiri var. Niyə cəmiyyət milli maraqların qorunmasında fəal deyil? Niyə cəmiyyətə mesaj ötürənlərə artıq dəstək gəlmir? İctimai qruplar güya pasivdirlər və s. və ilə axır. Ümumiyyətlə, əgər seçkilərdə cəmiyyət öz sözünü deyibsə,
hansı ağızdan axı, bax burada bəzi belə deyək də, o təbliğatçılar, sonra özlərini güclü bir manevr ustası sayanlar deyirlər ki, cəmiyyətin böyük günahı var. Ümumiyyətlə cəmiyyəti günahlandırmaq nə dərəcədə bu düzgündür, məqsədə uyğundur və nəhayət axı cəmiyyət öz sözünü dedi. Cəmiyyət dedi ki, biz müharibəyə yox deyirik bu seçkilərdə. Niyə görə siz cəmiyyəti yenidən qıcıqlandırırsınız və hətta onun üzərinə böyük bir yük yıxırsınız ki, siz də burada günahkarsınız. Bu nədən xəbər verir? Bilirsiniz, seçki nəticələri müxalifət üçün uğursuzla nəticələridir. Bunun da maliyyətini kimin sistemə yıxmalıdırlar da. Özlərinin üzərinə götürməyəcəklərinə görə burada iki fokus məsələ ortaya. Bir hakimiyyət, hakimiyyətin təzyiqləri filan. Birinci motiv budur. İkinci motiv qərbdir. Paşinyana dəstək verən qərb motividir. Üçüncü motiv yenə bu fonda xalq səsdir ki, xalq öz maraqlarını filan. Amma bu pluralist bir cəmiyyətdə ya da sistemin xalq tərəfindən belirlədiyi bir cəmiyyətdə proses aparanda. Yəni xalq, burada xalq ona gərəkli reaksiya vermişsə, demək ki, onu mövcud problemlərə fokuslayan qüvvə işin yaxşı görməyib. Yəni öz prospektindən baxsaq, yəni ya izah eləməyib, ya da izah eləyəndə inanılır olmayıb. Ki, bu Ermənistan tərəfində... Düzdür. Yəni, bax, bilirsiniz, burada məğlub olan adam həmişə çalışır bir özünü ağa çıxarsın. Kimlərsə ittiham etsin də ki, məndən deyil bu problemin yükü, ağırlığının yükü. Mən öz üzərimə düşən məqamların hamısını yerinə yetirmişəm, missiyamı artıq sona çatdırmışam. Amma deməli, yəni mən burada günahkar deyiləm, günahkar cəmiyyətdir, ictimai qüvvələrdir və s. Yəni, ümumiyyətlə, bu absurd bir, mən deyərdim, ittihamdır. Yəni, bunun nəticəsi olmur. Amma bir başqa məsələ var. Yəni, pratik baxımdan bir başqa məsələ var. Ermənistanda, biraz mən yenə dönüb Azərbaycan məsələsini öyrənmək. Ermənistanda müxalifət Paşinyanı təslimlikçilə günahlandırır. Amma məncə bu məsələ bizə real mənzərəni görməyə əngəl olmamalıdır. Çünki mən biraz dərindən araşdıranda burada maraqlı məsələlər ortaya çıxdı. Bax, məsələn, Ermənistan, Paşinyan deyir ki, biz Azərbaycanla normallaşmaq istəyirik. Ritorikada çox gözəl. Ancaq gəlin bu siyasi, iqtisadi, ideolojik və hərbi baxımdan həqiqətən belədirmi? Bir də buna baxaq. Nədir? Yox, həm də ki, Azərbaycan məsələn normallaşmanı istəyir. Biz bu normallaşma çərçivəsində artıq konkret addımlar atırıq. Məsəl üçün də tranzitlərin açılmasıdır, sonra bizim onlara yanacaq ötürməmizdir və s. Yəni biz faktiki olaraq özümüz də təklif edirik, gəlin demarkasiya, delimitasiyanı keçirək. Ermənistan deyirdi ki, yox, üçüncü tərəf olsun, ona da razılıq verirdi. Yəni məsələləri ortaya gətirirlər, amma onların arxasında artıq implementasiya, yəni yerinə yetmə məqamı gəlib çatanda bunlar geri çəkilirlər. Baxın, siyasi olaraq, yəni mən Paşinyanın mövcud davranışlarını, normallaşmanı bir stratejik geri çəkilmə olaraq oxuyuram. Yəni əslində daha növbəti aşamada mən həmişə Paşinyan üçün deyirəm ki, qısa vadədə bizim üçün taktiki baxımdan iş görə biləcəyimiz, amma orta və uzun vadədə çox ciddi risklər ehtiva edən, çox ciddi təhlükələr yarada biləcək bir siyasi anlayışı təmsil edir. Baxın, onun partiyası özü. Yəni, baxın, mən sizə söyləyim. Paşinyan normallaşmadan danışır da, düzdür? Bəli. Deyir ki, normallaşaq, Azərbaycan normallaşaq, Türkiyə normallaşaq. Gəlin, baxaq görək, həqiqətən faktlar nə deyil? Ritorikanın xaricində deyilənlər ayrıdır, faktlar nə deyil? Gəlin, baxaq. Hərbi olaraq, bax, müharibədən sonra, 2021-dən sonraki 5 ildə Ermənistanın hərbi büdcəsi 650 milyon dollardan, 650 milyon dollardan 1,8 milyard dollara çıxıb. 2,5 dəfə artıb. Bu sürətinə görə dünyada ilk 5-dədir. Bəli. Dünyada ilk 5-dədir. Kim var qabaqda, bundan qabaqda? Ukrayna, Rusiya, İsrail və Rusiyadan hər an təhlükə gözləyən Polşa. Yəni 150% büdcəsini 150% son 5 ildə artırıb. Ortalama hər il 30% artırır büdcəsini. Bu 20-30% arasında artırır. Bu bir. Digər tərəfdən Ermənistan şəxs başına düşən müdafiə xərclərinə görə, yəni Ermənistanın əhalisi rəsmi olaraq 3 milyon görünür də. Bəli. Ona görə dünyadakı ən
çox pul xərcləyən ölkələrdən birisi. Bir. Bu mənada 615 dollar. Azərbaycanda 300-350 dollardır. Şəxs başına düşən. Yəni burada şeylər. Sonra yəni bax bu məsələnin bir tərəfi. Ermənistan dünyada ən çox silahlanan, yəni öz gücü ilə 15 ölkədən biridir. Yəni dünya ən sürətli işlənən 15 ölkədən biridir. Aldığı silahlar da. Yəni kimlərdən alır? Hindistandan, Fransadan və hər nə qədər hədəfi qoysalar da Rusiyadan. Bəli. Və son 5 ildə rahat 1 milyard dollar xərcləyiblər bu proseslərə, müqavilələrlə. Sonra bu hərbi. Baxaq görə hərbi sənaye kamp sayəsində nədir? Ermənistan Paşinyan gələndən sonra son 5 ildə dövlət müdafiə proqramı, müdafiə sənayesi proqramı elan edibdir. Bu proqram çərçivəsində indiyənə qədər 900 milyon dollar Ermənistan iqtisadiyyatına, hərbi sənayesinə pul qoyulubdur. 800 milyon dollar. Bu, Ermənistan sənayesinə qoyulan investisiyanın 22%-dir. Yəni, çox böyük rəqəmlərdən bəhs edirik. 22%-dir. Ermənistanın müdafiə xərclərinin ödəməyə dünyada ən yüksəklərdən biridir. Yəni o Şimali Koreyanın zadı çıxsaq, nisbətdə. 7%. İndi Trump NATO ölkələrini niyə topun ağzına qoyub atır? Deyir, siz 5-ə çıxmarsınız da, düzdürmü? Mərhələli 5-ə çıxmarsınız 2030-da. Ermənistan %7-dir. Yəni 7%-dir hardasa. Təsəvvür edin. Bu başqa məsələdir. Digər tərəfdən, bu işin hərbi və iqtisadi şeyi. Aldığı silahlara baxırsınız, Pinakda Hindistandan artilleriya. Bu müdafiə silahı deyil. Müdafiə silahı deyil ki, şeydən aldıqları şeylər var, Fransadan aldıqları artilleriya qurğuları var. Bu müdafiə xarakterli deyil də, hücum xarakterlidir. Bu çərçivədə Rusiyadan aldıqlarının içərisində var. Digər tərəfdən öz şeyinə Ermənistan son təxminən 400 milyon dollar dron texnologiyasına investisiya qoyur. Bunlar, yəni bilirsiniz, dünya silahlanır, bunu izah edə bilərlər ki, düzə silahlanır. Ancaq 30 il qonşunu işğal eləmisənsə, başqa bir qonşuna, Türkiyəyə, sən soyqırımçısan deyirsənsə, Gürcüstanda deyirsən ki, Cavahətən mənimdir. Ermənistan, hətta İran və Rusiyada Krasnodar Azərbaycan radikallar, bunlara yönəlik sən bir iddia irəli qoyursan, dənizdən dənizə Ermənistan eləyirsən, sən baş nazirin çıxır deyir ki, buraxın onu, real Ermənistandan danışın deyən şeydə, bu coğrafiyada bir ölkə silahlanırsa, bundan ən önəmli təhdid algılayacaq. Təbii ki, siz bundan təhdid alacaqsınız. Və biz də bundan təhdid alırıq. Bu yetərmi? Yetməz. Başqa bir şey var. Sosiolojik olaraq, çox maraqlı bir şey var, sosiolojik olaraq. Ermənistanda keçirilən rəsəqlər, bunu biz keçirmişik. Bunu keçirənlər Amerikalılar, yerli şeylər, Azərbaycanı təhdid olaraq görən, məsələn, biri Beynəlxalq Respublikaçıların İnstitutu, Amerikalı, biri Qafqaz, məqsəd yönlü şəkildə. Yox, onların anketlərində nə çıxır ortaya? Onlar deyirlər ki, Ermənistan sülhbərvər edirlər, obyektiv keçirirlər, seçirlər. Mən keçirilən anketlərdə Azərbaycan Ermənistan cəmiyyətinin 80%, bəzilərində 87%-ə qədəri düşmən olaraq görürlər. Baxın, silahlanan, xalqı sizi düşmən olaraq görən bir mənzərə. Bu, yetərmi yetməz bir şey var. Ermənistanın ideolojik olaraq milli kimliyində, erməni milli kimliyini formalaşdıran iki hadisə var. Müasir erməni kimliyindən bəhs edirik. Formalaşdıran iki dənə hadisə var öz tarixlərindən. Biri 1915 hadisələrdir. Biri də Miadsumdur. İkisi də, yəni bu ikisi birlikdə Böyük Ermənistan, Bağdır Ermənistan, Məzlum Ermənistan məsələsini qiymətlərir. Burada da fokusda olan, hədəfdə olan Azərbaycan Türkiyədir. Bu Azərbaycanofobiya, Türkofobiya ki, onlar bizi zaten Türk deyirlər, Türkofobiya. Bu da ideolojik müstəvidə belədir. Böyük Ermənistan dediyimiz ərazi Azərbaycan, Türkiyə və tarixi mənada Azərbaycan, Türkiyə kültür aryalıdır. Bəli. Bir başqa əhəmiyyət ki, siyasi olaraq. Baxın, son seçkilərdə deyirlər Paşinyan uddu. Amma məsələnin iki istiqaməti var.
var. Bir, Paşinyan uddu seçkiləri. Amma burada şey var. Amma mütləq Bəs yoxdur. Ermənistanın 80% Azərbaycanı təhdid olaraq görən kütlə hara getdi? Bunların bir hissəsi Samvel Karapetyan'da. Yəni Qaqik Qukasyan və Qaqik Sarukyan və Koçaryanın liderliyində Ermənistan bloku. Bu üçündə toplam 44% buradadır. Buradadır. Bunlar açıq görünür zaten şey eləmirlər. O xırda partiyalar filan, və bu kütlənin yarısı da Paşinyanın seçki şeydir. Sadəcə onlar Koçanı sevmədiyi üçün, Samvel Karapetyanı sevmədiyi üçün, ya da Qaqik Sarukyanı sevmədiyi üçün, ya da hal-hazırda vəziyyət bizim əleyhimizədir, taktik eləyək Paşinyanın çərçivəsində Paşinyanın təbəqəsində yer alırlar və onu dəstəkləyirlər. Bax, bu da bir şeydir. Və burada bir son 5-6 ildə biz Paşinyanı daha normal qəbul edirik siyasətçi olaraq, verdiyi ritorika, real Ermənistan filan, bunlar öz yerində. Ancaq bu mərhələyə necə gəldi çıxdı Paşinyan? 2019-cu ildə Qarabağ Ermənistandır deyən bir siyasətçi idi. 2000 oradan Qarabağ Azərbaycandır prosesinə necə gəldi çıxdı? 2020-dəki 44 günlük müharibədə Azərbaycanın zəfəri. Ondan sonra. Biz ondan sonra 3 il boyunca Paşinyana iki şey dedik. Və Ermənistan hakimiyyətinə, Ermənistan dövlətinə, Ermənistan ordusunun. Dedi ki, bir, ordunuzun işğalçı geri qüvvələrini, antiterror əməliyyatına qədər olan prosesdə 10 minə yaxın adamıdır. Bəli. Çıxardın. Müzakirə ilə çıxartdılar. Yox, çıxartmadılar. Dedi ki, Qarabağın Azərbaycan olduğunu qəbul edin. Eləmirdilər. Nə zaman qəbul elədilər? Azərbaycan ordusu öz hərbi gücünü antiterror əməliyyatına qədər də bilirsiniz də bəzi əməliyyatlar elədi. Ermənistanın sərhədində Ermənistanın bizə edildiyi təhdidlər çərçivəsində. Sonra sərhədlərin nişanlanması, demarkasiyası, delimitasiyası necə baş verdi? Azərbaycan ordusu müzakirələrlə öz haqqlarını ala bilmirdi. Azərbaycan dövləti. O zaman Azərbaycan ordusu vasitəsilə Ermənistana hərb yolu ilə müzakirə elədik ki, bu xətt bizimdir də. Ondan sonra bu demarkasiya və delimitasiyasını başladılar. Yəni, indi də iki məsələ qalıb. Məsələlərdən biri nədir? 2020-də ortaya qoyulan məsələ. 2020-də ortaya qoyulan məsələ nədir? Zəngəzur koridorunun açılması. Ermənistan 6 ildir. Hələ təzə-təzə deyir ki, nə bilim, orada mən tender keçirəcəm, nə qayıracaq. Və hətta Vaşinqtonda 8 avqust görüşündən sonra. Ondan sonra hələ təzə-təzə bu prosesin içərisinə girir. Ancaq onunla paralel olaraq bütün bu bölgədə bu işlərə əngəl ola biləcək geosiyasi motivli nə qədər ölkə var, hamısını gətirir ora. Fransanı gətirir ora, başqa ölkələri gətirir ora. Avropa ölkələrini, bəli. Monitoring qrupu, nə bilim, nə qayırır, başqa şeylər eləyir. Silahlanma öz yerində. Yəni, bütün bunlar göstərir ki, burada bir real güc olmadığı sürəcə Paşinyanın etdiyi həmlələr, taktik həmlələr mahiyyəti daşıyır. Yəni, strateji baxımdan zəifdir. Yəni, zamanı gözləyir. Zamanı gözləyir ki, nə vaxtsa konjönktur bizim yerimizə gələcək. Burada da, buyurun, sualınızı verin, bəlkə o istiqamət. Sonuncu sualım qaldı mənim. Nazım mənim, bax, indi artıq Ermənistanda məskunlaşma haqqında demək reformalar başlayacaq, islahatlar. Yəni, yerlərdə insanların yaşama hüququ, onların təminatı və s. Özə bunun üçün orada rəsmi qaydada da bir proqram hazırlanıb. Bunu biz hansı prizmadan baxmalıyıq bu məsələyə? Məsəl üçün, Azərbaycanlıların doğma yurd yuvasına qayıtmasının məsələsini biz əgər gündəmdə saxlayırıqsa, onda bu məskunlaşma proqramı niyə, məsəl üçün, Azərbaycanlıların təbii hüquqlarının bərpa olunması məsələsinə dönmək istəmir? Hələ ki, o haqda söhbət yoxdur. Burada bir neçə motiv var, məncə. Qısa zəhmət olmasa. Məskunlaşma ilə bağlı bir neçə motiv var. Motivlərdən, məncə, həm daxili siyasətdə, bundan sonraki seçkilərlə bağlı, məncə, orada məskunlaşmada, məncə, o seçki söhbətləri də, məncə, orada devrəyə girəcək. Digər tərəfi, diasporanın proseslərə müdaxiləsi ilə bağlı müəyyən addımlar atılacaq. Ola bilsin, bunun Zəngəzurla bağlı da var. Qismən də bəlkə gələcək üçün Qarabağla bağlı məsələlərdə də, Qarabağ deyirəm, üzr istəyirəm, Qərbi Azərbaycanlarla bağlı məsələlərdə də, onlar sünik deyirlər. Qərbi Azərbaycanla bağlı məsələlərdə də müəyyən motivlər yaratsın. Amma burada bir məsələ var. Məsələn, 2026-cı ildə Ermənistan
Xarici Kəşfiyyat İdarəsinin bir hesabatı yayınlandı. Hesabatda Paşinyan hakimiyyətinin Bəli. nazirdə yayıt hesabatda Qərbi Azərbaycan ritorikası və Qərbi Azərbaycanlıların geri dönüşü Ermənistan üçün risk faktoru, təhlükə faktoru olaraq xarakterize edilir. İndi bu tərəfdən Paşinyan bir nalan bir muxa vurur, amma rəsmi devlətin rəsmi bölgələrində bunlar təhdid olaraq algılanırsa, bu təbii ki bizə sual işarəti doğurur və doğuracaq. Bu da bir başqa motivi təşkil edir. Burada üç məqamla gəlir. Ermənistanın o dediyim bayaqlarına stratejik bir məqam gözləyir. O stratejik məqam tarix göstərir ki, son 200 illik Erməni-Azərbaycan münasibətlərinin, Erməni-Türk münasibətlərinin tarixi göstərir ki, üç faktor var. Bir, ermənilər özlərini güclü hiss eləyəndə. İki, Azərbaycan və bölgə özünü zəifiyyət hissəsində hiss eləyəndə və üçüncü, dünyada və bölgədə ciddi geosiyasi dəyişikliklər baş verəndə Ermənistan bunlardan istifadə edir. Bunun da bir dənə dördüncü faktor da burada bunu devrəyə girir ki, özünə güclü hami təşkil edəndə. Bir ara Rusiya idi, bir ara İngiltərə idi filan. İndi gələcəyin gücü Hindistan prosesə daxil olur, Avropada Fransa prosesə daxil olur, Amerika yenə seçkilərdə Trump'dır, sabah gələcək yenə konqredə demokratlar güclü olanda erməni lobbisinin orada şey olacaq. Rusiyada biraz indi bugün vəziyyət dəyişib, sabahlarımı erməni lobbisinin Azərbaycana münasibəti məlumdur. Çox, yəni bütün bunların fonunda ümumiləşdirəcək və qısaca ifadə edəcək olsa, məncə Ermənistan cəmiyyəti, siyasəti, devləti, müxalifəti və hakimiyyəti stratejik, Azərbaycan məsələsində stratejik vizyonu dəyişməyib. Sadəcə taktik olaraq bəziləri deyir həmən, bəziləri deyir hələ vaxtıdır. Amma biz təcrübəmizdən gördük ki, onların strateji baxışlarını biz dəyişə bilirik, dəyişdirə də bilirik. Çünki faktik olaraq burada güclü sayıq olmaqda fayda var hər zaman. Güclü olmaq vacibdir bizim üçün və güclü Azərbaycan amili də öz sabitləşdirici rolunu oynayır. Və bu günlər əlbəttə ki, biz sizin vasitənizdə Ermənistandakı daxili çəkişmələrə, çətinliklərə kökləndik. Amma mənə elə gəlir ki, məsələ Azərbaycanın təsirləri həmin o problemlərin də çözülməsinə imkan yaradacaq. Çox sağ olun Nazım müəllim, minnətdaram maraqlı yanaşmaya görə, təşəkkür edirəm və əlbəttə ki, Ermənistanın daxili problemləri həm də bölgəyə sirayət eləyir və bu da təbiidir. Ancaq biz həm də onları nəzərə alaraq öz siyasətimizi həm qurmuşuq, həm onu tənzimləyirik və digər tərəfdən də sülh və məsələsində, eləcə də soydaşlarımızın doğma yurda qayıtması məsələsində də biz bir addım geriyə çəkilməyəcəyik. Çünki bizim artıq qoyduğumuz xətlər var və o xətlərdən də biz dönəsik deyilik. Bu günlük bu qədər. Çox sağ olun, hörmətli tamaşaçılarımız. Mən bir daha xatırladım ki, mənim həmsöhbətim siyasi şərhçi Nazim Cəfərsoy idi. Salamat qalın, efirdə görüşənədək.